Bugündən etibarən bir dəqiqə ərzində mən ancaq Azərbaycan dilində danışacağam, əcnəbi sözləri istifadə etməyəcəm. Gün 1, getdik. Bugün biz pop-updayıq. Bu sözün başqa mənası yoxdur. Yəqin ki, Azərbaycan dizaynerlərin görsəniş, bilmirəm, kommentlərdə yazın. Günahın qəşəng bir belə bir gözəl t-shirt, как будет t-shirt? Köynək də, köynəkləri var. Gəlib buradan baxa bilərsiniz. Cürbəcür rənglərdə, fason yox, modellərdə yox, cürbəcür dizaynına malik olan köynəklər. Как будет свитер? Свитер, Hüseyin. Как будет свитер? Свитер deyil. Свитер, Allah. Ya уже, tərlədim açığı, sviterlər. Mənim ən xoşuma gələn köynəyi göstərəcəm sizə. Bu da budur. Əbədi olaraq küçələr üçün. Okay? Tamam. Belə köynəklər iki rəngdə var. Həşərat səfəsində ala bilərsiniz. Ayşə Mastanova, bəli. Burada isə mənim ən çox xoşuma gələn bir dizayn Azeri girl, Azeri qız. Məncə çox yaraşır. Özümdə də var bu sviter. Deyiblər ki, sviter Azərbaycan dilində deyilən bir sözdür. Bu möhtəşəmdir. Mənim ən xoşladığım sviterdir. İş başında cəmaət nəsə iş görür. Nə dizayn? O dizayndan birini seçirsiniz və elə burada onun üstünə, köynəyin üstünə dizayn şəkli vurulur. Bax belə.